Doktor, onurğa əməliyyatından sonra insan həyatı necə dəyişir? Çox zaman elə başa düşürlər ki, onurğa əməliyyatı olunsa artıq sonrakı həyatımız məhdudlaşma ilə davam edəcək. Yəni ağrılarımız olacaq, ağır fiziki işdən uzaq durmaq lazımdır. Bu tamamilə səhv bir fikirdir. Qeyd edim ki, ümumiyyətlə insan istər əməliyyat olundu, olunmadı, öz onurğasının qeydinə qalmalıdır. Hər zaman mənə sual verdikdə deyirəm, istər əməliyyat olundunuz, istər olunmadı. Siz öz gücünüz çata biləcək işlərlə məşğul olmalısınız. Həddən artıq onurğaya stres olmaz, əzəllər möhkəm olmalıdır. Bu səbəbdən də onurğa əməliyyatı olunmaq sizin gələcək həyatınızda hər hansı bir məhdudlaşma, əlillik kimi problemlər yaratması səhv fikirdir. Biz hər zaman əməliyyatdan sonra xəstələrimizə 2 aydan sonra xəstələrə reabilitasiya, bərpa müalicələri başlayırıq. Bu da onurğanı gücləndirir, onurğa problemlərini aradan qaldırır. Bunun üçün ən müasir cərrahi metodlardan biri də endoskopik onurğa cərrahiyyəsidir ki, hansı ki tərəfimizdən icra edilir. Bunun ən böyük üstünlüyü əzələlərimizə az ziyan vurmaq, onurğanı daha funksional saxlamaqdır. Əgər hər hansı bir sualınız varsa, şərhlərdə yaza bilərsiniz.